Salam əziz izləyicilər, artıq payız fəslində havalar soyuyur və bununla əlaqədar olan bir çox xəstəliklər baş qaldırır. İşdə, küçədə gedərkən insanların öksürüyü və qrip hallarını müşahidə edirik. Hətta bu hallar özümüzdə və ailə üzvlərimizdə belə başlayır. Buyurun Nurana xanım, bu haqda nə deyə bilərsiniz? Düz vurguluyorsunuz Musa Bey. Artık mevsimi xəstəliklər baş qaldırır. Dediğiniz kimi grip, soyuq çəkmə, bronxittəki problemlər, oynaq ağrıları, ümidi zəifliyi. Artıq bu cür problemləri aradan qaldırmaq üçün birbaşa aptekə gitmək lazım deyil. Tibet təbabətinin möhtəşəm məhsullarından olan kardiseps məhsulundan mütləq şəkildə istifadə etsəz, siz ümidi zəifliyindən azad olarsınız, tez-tez grip olmarsınız, evlatlarınız belə, dərsdə hansısa bir uşaqda grip olsa belə ona keçməyəcək. Artıq bronxit problemləri aradan qalxacaq, qızdırma olmayacaq, tez-tez tərləmələri olmayacaq. Möhtəşəm məhsuldur, kardiseps məhsulu təbii antibiotik. Və Nurana xanım, kardisepsin yalnız sprunal vasitəsilə effektivli vasitədir, təsir gücünü artırır. Bədənin detoksa məruz qoyaraq qan dövranı sistemini yaxşılaşdırır. Həmçinin hüceyrə qidalanmasını düzəldir. Kardisepslə birlikdə bədəni tam vitaminlərlə təmin edir. Siz dediniz ki, sprunal vasitəsində çox güclü vitaminlər var və saymaq bitməyən vitaminlərdir bunlar. Başqa bir sözünüz var? Buyurun. Mən əziz valideynlərə səslənmək istəyirəm buradan. Əziz analar, əziz valideynlər, əgər evlatlarınızın sağlam böyüməyini istəyirsinizsə, tez-tez xəstələnməyini istəmirsinizsə, mütləq şəkildə tibb təbabətinin unikal məhsullarına müraciət edə bilərsiniz.